Dostum, əgər bu günlər çətin vaxtlar yaşayırsansa, yaddan çıxartma. Heç nə əbədi deyil və bu çətin günlərin də bir sonu var və hökmən gecədən sonra gündüz gələcək. Bu həyatda heç nə əbədi deyil. Gündüzdən sonra gecə gəlir, gecədən sonra gündüz gəlir. Hər şey etap-etap sikllarını dəyişə-dəyişə gedir. İnsan başa düşürəm, insan çətinlik içində olanda elə bilir ki, həyat bitib. Beyin elə bilir ki, bu sayəndə situasiya belədir və bu heç vaxt bitməyəcək və problemlər, narahatçılıq, qorxu, sıxıntı, çətin günlər əbədidir, davam eləyir. Ümid azalır, həyata inamı itirirsən, Allaha inamı itirirsən. Amma bu həqiqət deyil, bu bir hissdir, müvəqqəti sənin olan bir hissindir. Beyin o moment üçün belə situasiyanı qəbul edir, reallığı belə görür və səni qoymur ki, Allahla bağlı yenə də gücləndirəsən və yolunu davam eləyəsən. Yadda saxla dostum, həyatda hər şeyin bir müddəti var. Pis günün də müddəti var, yaxşı günün də müddəti var. Yəni fikrində olmasın ki, bu günüm yaxşıdır, hər günüm yaxşı olacaq. Xeyr, hazırlıqlı olmaq lazımdır. Səhərsi gün məsəl üçün bir problemin də ola bilər. Və o problemin başına gələndə qoymalı deyilsən ki, beyin ancaq neqativ fikirlərinlə desin, danışsın və səni yolundan çıxartsın və reaksiyaların səhv olsun buna. Xeyr, yadda saxlamalısan ki, gecədən sonra gündüz gəlir, gündüzdən sonra gecə gəlir, həyatın siklları var və bu həyatın siklları dəyişir və bu siklları qəbul eləmək lazımdır. Hər bir çətinlikdən sonra rahatçılıq gəlir. Bu belədir. O çətinlik səni nəyisə öyrədir. Sənin addımlarında səhv var ki, səhv deyilən bir şey yoxdur əslində bu dünyada. Sadəcə sənin dilindən danışmaq istəyirəm ki, sən onu səhv kimi görürsən ki, və onlardan sonra o addımlardan səhv addımlar attığına görə həyat sənin qarşına o çətinlikləri, problemləri çıxardır ki, həyatın səninlə danışma forması belədir. Və belə danışır ki, ey mənim balam, ey mənim gözəl evladım. Mən sənə bu yüngül problemi göndərirəm, öz səhvi gör, öz səhvi düzəlt. Və müdrik insan o səhvdən nəticə çıxardır. Və nəticə çıxartdınsa, bir də sənin başına o problem gəlməyəcək. Nə qədər ki, bu səhvdən nəticə çıxartmadın, sən təkrar onu yaşayacaqsan ki, ağıllanasan. Yadda saxla, hər bir şey səni daha yaxşı eləmək üçün və bu situasiyada səni daha yaxşı eləmək üçün. Yəni, əlvi yanva salmalı deyilsən və səbirli olmalısan, Allaha olan inamı itirməməlisən, dua eləməlisən, öz yolunu davam eləməlisən, səbirli olmalısan və Yaradana güvənməlisən. Çünki sənin içivə, beynivə nə vaxtsa bu istəyi salıbsa, deməli sən qadirsən bunu reallaşdırmağa, bu yolu getməyə. Qoyma ki, beynin, egon, şeytan səni aldatsın. Qoyma ki, beynin səni əllərini yanva salmağa versin. Necə deyərlər, o tırkasını versin. Biz ancaq beynimizə qulaq assaydıq, negativin içində üzərdik, məhv olardıq. Biz görməliyik ki, bu beynindən çıxan proqramdır. Beyin bir proqramdır, həmən bir reaksiya verir. Ax, biz bu reaksiya deyilik, biz bu reaksiyanı izləyənik, biz bu reaksiyanı görənik. Seçim sənindir. O beynin reaksiyasına inanmaq, onunla getmək, qəbul eləmək, yoxsa beynə demək ki, bu belə deyil, belədir və beynin proqramını dəyişmək. Bəzən ən böyük dəyişiklik hərdən dözəndə, situasiyanı qəbul eləyəndə, səbr eləyəndə ən böyük dəyişikliklər baş verir. Yəni, əgər bugün çətin günlər yaşayırsansa, narahat olmadan, bu yəni əbədi deyil, bitəcək, hökmən bitəcək və əvvəlvə də qaydanda görürsən ki, sənin üçün anında çətin gələn bir şey, bir neçə il qabağa baxanda böyük bir problem kimi qəbul elədiyin bir şey indi sənə gülməli gəlir və baxırsan ki, nə yaxşı da bu oldu, nə yaxşı belə çətinlik oldu, mənim istəyim alınmadı və yaxud Yaradan Allah məni başqa bir yola atdı, bu yol mənim üçün daha yaxşı idi. Ona görə dostum, sən bu həyatda, sən əsas işin fokusunu, pozitivliyi, o daxili inancını və daxili harmoniyanı qorumaqdır. Sən onu itirəndə həyatda problemlər başlayır və daha da çoxalır. Sən onu qoruyub saxlayanda, Allahın bağına bərk-bərk tutunub gedəndə sən artıq heç nəyə ehtiyacın olmur. Nə baş versə də sən onu yaxşılıq kimi qəbul edirsən, çünki doğrudan da belədir və yolları, problemləri asan olaraq keçirsən.
Yadda saxla, nə sevinc əbədidir, nə çətinlik əbədidir. Bir rep var, Elşad Xoseyninin bir rus dilində repi var, "Жизнь серая". Deyir, "Всё, что хорошо и плохо, ничто не вечно. Благоприятная погода, ничто не вечно. Деньги, слава, ничто не вечно". Yəni bunun tərcüməsi nədir? Rus dilini bilənlər bilir. Yəqin ki, bu rep məşhur repdir. "Жизнь серая" adında çoxdan repdir, mənim uşaqlığımın repidir. Deyir ki, "Всё, что хорошо и плохо, ничто не вечно". Yəni hər yaxşı və pis heç nə əbədi deyil. Благоприятная погода, ничто не вечно. Havanın yaxşı olmağı, yaxşı hava, nичто не вечно. Yəni bir gün yağış da yağa bilər, bir gün soyuq da ola bilər, bir gün külək də ola bilər. Деньги, слава, ничто не вечно. Yəni pul, o şan, şöhrət heç nə əbədi deyil. Bunu qəbul eləmək lazımdır və başa düşmək lazımdır ki, gecədən sonra gündüz gələr, gündüzdən sonra gecə gələr, çətinlikdən sonra rahatçılıq olar. Bu həyatın qanunudur, bunu qəbul etmək lazımdır dostum. Bunu qəbul elədikcə yaşamaq daha asan da olur. Mənim əsas məqsədim bu kanalda sənin həyatını asanlaşdırmaqdır, yaşamağı asanlaşdırmaqdır. Çünki sən özün öz həyatını yaşamağı çətinləşdirmisən. Həyatı yaşamaq çox asandır əslində. Pis günlər də keçəcək, yaxşı günlər də gələcək, yaradana güvən, getdiyin yola güvən, Allaha şükür elə. Və özün görəcəksən ki, qazandığın bu yolda qazandığın ömürlük sənlə qalacaq və səhərsi gün artıq belə bir şeylər, oxşar bir şey də başına gələndə daxili gücün o qədər güclü olacaq ki, Allahla bağın o qədər güclü olacaq ki, hər bir situasiyanı rahat keçib ötüb gedəcəksən. Ona görə dostum, əbədi olaraq yadda saxla. Əgər bu gün çətinlik yaşayırsansa, sabah hökmən yaxşılaşacaq. Heç nə əbədi deyil. Sabah formal olaraq dil gətirirəm. Yəni gələcəkdə, yaxın bir gələcəkdə. Yəni həyat siklidir və bu sikli davam elə, yaradana güvən. Yaradan sənlə. Nə sevinc əbədidir, nə xoşbəxtçilik əbədidir, nə qəm əbədidir, nə pis gün əbədidir. Hər bir şeyin sonu var və bu həyatda, elə bu həyatın maraqlısı odur ki, bu həyatda biz gəlirik hər bir hissi dadmaq üçün, yaşamaq üçün və bu həyata gəlmədən əvvəl bizim seçdiyimiz, istədiyimiz şeylər var. Ona görə də qəbul eləmək lazım. Nə qədər ki qəbul eləmədin, nə qədər ki beyinlə uydun, beyinlə hər şeyi interpretasiya elədin, o qədər də həyatda yəni məğlub olacaqsan, itirəcəksən, zövq ala bilməyəcəksən, Allahla bağı itirəcəksən. Yəni Allahla bağı sən onsuz da tam olaraq itirə bilmərsən, sadəcə sən onu zəiflədə bilərsən. Çalış ki, öz əlində saxla fokusu. Uğurlar.